Abituriyentlər, deməli mən Salman Salmanlı, Abituriyent jurnalının qəbul imtahanının birinci mərhələsi üzrə düşə biləcək, yəni bu tip suallar düşəcək, yəni imtahana düşən sualların modelini abituriyentlərimiz üçün çıxarmışdı. Mən o sualların sizə həllini bugün verəcəm. İnşallah ki, bu suallar sizə imtahanda çox böyük köməkliklər göstərəcək. Məsələn, birinci sual deyir ki, 3 rəqəmli ədədin güzüşlər mərtəbəsindəki rəqəm 6-dır. Yəni 6A B-dir. Əgər bu rəqəmin ədədinin əvvəlini silib sonuna yazsaq, yəni ədədi buradan silib sonuna yazsaq, onda ədəd AB 6 olur. Və ədəd də 369 vahid azalır. Deməli, bunun üzərinə 369 gəlsəm, birinci ədəd alınacaq. Onda buradan mən 6AB çıxaq AB6 bərabərdir 369 yazsam. Demək, B-ni 5 götürsəm, 15-dən 6-sını 9. A-nı isə 2 götürsəm, bir vahid azalsa 11, 5 də çıxsam 6 qalır. Burada isə deməli 5 qalır, 5-dən də 2 çıxanda 3 olur, ödəyir. Deməli ədədim 6, A-mız 2, B-miz isə neçə imiş? 5 imiş. Və əgər mən 6, 2 və 5-in cəminə baxsam, ədəd 13 eləyər. Bu da C variantı olmuş olar. İndi ikinci sualın həllinə baxacağım. Deməli, ikinci sualda isə bizə deyir ki, abituriyent kitabın 30%-ni, sonra isə qalan hissənin 25%-ni oxudu. Deməli, abituriyent tutaq ki, kitab sayını bilmirəm, X-dır. Bunun 30%-ni oxuyub, üzərinə gəlirəm. Deməli, qalan hissə təbii ki, %70-dir. Bunun isə 70X-dır. Bunun isə 25%-i 4də 1 deməkdir. Deməli, 4də 1-ə vururam. Bərabər eləyəcəm X çıx 210-a. Əgər biz bunu həll eləsək, buradan ixtisarımız gedəcək. Deməli, 0-ın birindən bu gedəcək. Bununla bu gedəcək. Qalacaq 10-da 3x. Üstəgəl 40-da 7x bərabərdir X çıx 210-a. Hər tərəfin 40-a vursam, deməli 12x üstəgəl 7x bərabərdir 40x çıx 40 vur 210 olar. Demək, 40 vur 210 buradan yazıram. Karıxmayın. Bu da eləyir 19x bərabərdir. Üzr istəyirəm. Bu 19x eləyəcək. Bu tərəfdən də 40-ı keçirsəm, mənfi 21x bərabər mənfi 40 vur 210-a. Buradan da ixtisarlarımı aparsam, x bərabər 400 alaram. Deməli, testin doğru cavabı B bəndi etmiş olacaq. Üçüncü sualın həllinə gəlin bir yerdə baxaq. Bu da sadə sualdır, çətin sual deyil. Baxın, ASB 110 dərəcədir. Onda belə çıxır ki, bu bucaq 70 dərəcədir. Onda bura 70-dirsə, təbii ki, bu qövs 140-dır. Onda yarısı çevrənin ümumi yarısı 180 olduğuna görə buranın 40 olduğunu deyə bilərəm. Sizə də mən düstur öyrətdim ki, toxunan bir dənə də kəsən mərkəzdən keçəndə, onda bu qövslə bu toxunanın cəmi 90 olur. Onda bura 50 olmalıdır ki, cəm nə eləsin? 90 eləsin. Üçüncü sualı da həll etmiş olduq. Dördüncü suala baxaq. Kök adda 72-ni yazaram 6 kök 2. Kök 50-ni isə yazaram 5 kök 2. Üstəgəl kök 27-ni də yazaram 3 kök 2. Bu eləyəcək kök 2 plus 3 kök 2. Bu da bərabərdir A kök 2 plus B kök 3-ə. Siz buradan A-nın 1, B-nin isə 3 olduğunu görürsünüz. Doğru bərabərlik olsun. Cavab isə bizdən 3A plus B-ni soruşur. Yəni 3 üstə gəlinsin. Deməli, B-miz də 3-dür. Cavab 6. 4 də E bəndi eləmiş olur. Keçək 5-ci suala. Əziz abituriyentlər, bu da asan sualdır. Elə bunu siz A tam 9-da B üstəgəl B
B tam 9'da A yazsaz, A plus B, sürətlər isə toplanacaq A plus B. Bunu da düzgün olmayan kəsirə çevirsəz, 9A üzərində də A gəlsəz, eləyəcək 10A plus 11. Onu da mötərizə xaricinə çıxarsaz, A plus B eləyəcək. Bunu da məxrəzdəki A plus B-yə bölsəz, cavab 10 böl 9 eləmiş olar. Deməli, 5-ci sualın doğru cavabı D bəndi. 6-cı sualda siz bilirsiniz ki, 6 bucaqlının neçə diaqonalı var? Ümumiyyətlə, diaqonalları 6 bucaqlını çəksək, düsturdan da istifadə edə bilərsiniz, amma belə də tapa bilərsiniz. Bunun deməli 1, 2, 3 dənə böyük diaqonalı var. Bir nöqtədən keçir. Tərəf 7-dirsə, böyük diaqonalı 2A olduğuna görə 14. 14 4-ə vursam 42. D bəndi eləmiş olar. 7-ci suala fikir verək. 7-də nə deyir? Bunu sadələşdirsək, abituriyent bunu ortaq məxrəcə gətirir və bu sizin üçün problem yaradır, əziz abituriyentlər. Siz elə görürsünüz ki, bu A-2 A plus 2-dir. Əgər bunları ixtisar eləsəm, burada A plus 2 qalır. Çıxaq. Kublar düsturunun isə digər tərəfi budur. İxtisar eləsəz, birinci tərəfi A-2 qalar. Onda A plus 2 ilə çıx A plus 2-ni toplasaz, cavab 4 eləyər B bəndi. 8-ci suala fikir verək. Çox əla sualdır. Mən bu suala çox qəşəng bir yol deyəcəm. Əslində birinci SABC üçbucağının sahəsinə baxsam, 2-də 1. Əgər bu tərəf siz bilirsiniz A-dır, bərabər yanlıdır. Bu tərəf də A-dır. 2-də 1 A kvadrat sinus alfa. Yəni sinusda 45 ilə hesablasaz, eləyəcək sinus 45-də kök 2 böl 2. Bu eləyəcək A-nın kvadratı kök 2 böl 4. Çox əla sualdır bu sual. Həqiqətən çox xoşum gəldi. Əgər mən buradan belə bir BD düz xətti çəksəm, siz yazarsınız ki, SABD üstə gəl SBDC elə sizə SABC-ni verir. Onda bu hündürlüyün 5, buranın 3 olduğuna görə yazaram. 2-də 1, 5 vur A. Bu üçbucağın sahəsi. Üstəcə 2-də 1, 3 vur A. Bu üçbucağın sahəsi bərabərdir. A-nın kvadratı kök 2 böl 4. Deməli, bunu silirəm indi mən. Onda bu deyəcək 2-də 5A-nın üzərinə 3A gəlsəm 8A bərabərdir. A-nın kvadratı kök 2 böl 4. A-lar buradan ixtisar gedir. Burada 4 qalır. O deyir 16 bərabərdir A kök 2-yə. Buradan da A-nı tapsaz 16 böl kök 2. İrasionallıqdan da azad eləsəz 8 kök 2. Deməli yan tərəfinə taparsınız 8 kök 2 B bəndi. Çox əjdaha bir sualdır. 9-cu suala baxaq. Silirəm bunu. 9-da sizə nə deyir? Bu da kifayət qədər gözəl sualdır. Sizə deyir ki, bu nöqtədən keçir. Onda deməli bunun x-i budur, y-i budur. Gətirib burada yerinə yazsam, mənəm 25 çıx 20 üstə gəl 1, deməli y-in 1-dir. Üstə gəl A çıx 12 bərabər 0 verər. Bu da eləyir. Demək 25 6 mənfi 6 A bərabərdir 6 eləyər. Onda x-in kvadratı çıxaq, x-in kvadratı çıxaq 4x plus 4 yazsam bu müxtəsər olar. Siz bildiniz ki, çevrənin tənliyini qurmaq üçün hökmən müxtəsərə gətirmək lazımdır. Y-in kvadratı plus A-nın yerinə 6 yazsam 6y. Burada bir 9 yazsam bu müxtəsər olar. 9-un üstə 4 gəlsəm 13. 25 də çıxsam 12 qalar. Bərabər 0 yazsam. Bu y çıx 2-nin kvadratıdır. Üstə gəl. Bu da y plus 3-ün kvadratıdır. O da 25. Demək, radius nə eləyəcək? 5 eləmiş olacaq. 9A variantı. Çünki y-in kvadratı 25. Radius nə verir? 5 verir bizə. Deməli, 9 nömrəli sualını da belə həll elədik. 10 nömrəli sualda abituriyentlərə çox maraqlı Dövlət İmtahan Mərkəzi dərs keçmək istəyirmiş. Amma çox rahat trigonometrik sualdır. Baxın,
Mən dərəcəni aşağı salsam, kosinus 9, kosinus 18-i yaza bilərəm. 2 kosinusun kvadratı 9 çıx 1. Buradan da sinus 9 üstəcə sinus 18-i 2 sinus 9 kosinus 9 yaza bilərəmmi? Bununla bu gedər. Yuxarıdan kosinus 9-u mötərizə xaricinə çıxartsam 1 plus 2 kosinus 9 qalar. Aşağıdan da sinus 9-u çıxartsam 1 plus 2 kosinus 9 qalar. Onda bu da ixtisar gedər. Kosinus 9-un da sinus 9-a nisbəti katangens 9 verəcək. Bu da deməli 10 C bəndi eləmiş olacaq. 11-ci sual. Asan sualdır, çətin sual deyil. Demək köklərindən biri 4-sə, gətirin 4-ü yazın x-in yerinə. 16 çıx 8 çıx m bərabər 0. Buradan m-i 8 tapırsınız. Götürün burada yerinə yazın. Bu da eləyir x-in kvadratı plus 8y çıx 20 bərabər 0. Bunda necə vuruqları ayırmaq olar? X çıx 10, x plus 10, x çıx 2 bərabər 0. Çünki hasili mənfi 20, cəmi isə mənfi 8 verir. Deməli, köklərinə görə mən deyirəm, vuruqlarında təbii ki 8 cəm 10-dan 2, 8, hasil isə mənfi 20 versin. Onda buradan x-i tapacam mənfi 10, y-i tapacam 2. İndi x1, x2 deyək də. x1, x2. Mənfi 10, 2, C bəndi. 11-ci sual C bəndi. Bu da əjdaha sualı idi. Fəzanı çox belə gözəl bir məsələ ilə toxunublar. Üçlü perpendikulyar teoremə görə mən A-dan D-yə bir xətt çəksəm, onda buranın da perpendikulyarlığın üçlü teoremə görə demək olar. Onda bura 6-dır. BD-ni 6 verib. DC-ni isə 4 verib. Onda H-ın kvadratı bərabər M-in düsturuna görə H bərabər 6 dəfə 4-ün 24 olacaq. Bunda 2 kök 6 yazaram. Onda bura 2 kökdə 6, burada 2 kökdə 3-dür. Burada Pifagor teoreminə görə MD nəyə bərabər olacaq? 6-ya A bəndi olmuş olur. 13 də asan sualdır. 13 nömrəli təbii üzr istəyirəm. 12 asan sual idi. Üçlü teoremin biləndən sonra yazmaq olur. 13-cü sual. Çox rahat və asan sualdır. Demək, Z bərabərdir. Mən abituriyentlərimə həmişə deyirəm, 1 çıx i, deyirəm, üstdəki ədədi 4-ə bölün, qalıq nə qalır? Təbii ki, 1 qalır. Onda elə onun cavabı i-dir. Amma burada 3 qalanda cavab mənfi i-dir. Onda bunu buna vursam, bu eləyir 1 çıx i kvadrat. Abituriyent ilk baxışdan deyir, bu nə çətin sualdır. Amma əslində asan sualdır. Baxın, bu eləyir 2 vur 1 çıx i-yə. Çünki i kvadrat mənfi 1-dir. Onda bunu da açsaz 2 çıx 2i deməli həqiqi hissə nəyə bərabər olur? 2-yə bərabər olmuş olur. Sonra 14 nömrəli suala baxaq. Elə yer burada var. Yəni burada rahat şəkildə baxın. Deməli istəyirəm. Deməli burada sual belədir. Yer tapın. 14 nömrəli sual. Deməli, ədədi orta düsturuna görə ortada qalan hədd kənardakıların cəminin yarısıdır. Onda siz buradan A plus B-ni 30 taparsınız. Həndəsi ortaya görə isə ortada duran həddin kvadratı kənardakı hədlərin asiyyə bərabərdir. Deməli, AB isə 144-dür. Onda siz A kvadrat plus B kvadratını müxtəsər vurma düsturunun baxın, çıxarılma düsturuna görə çox rahat yaza bilərsiniz. 900 çıx 288. Bu da sizə yəqin ki 612 verəcək. Demək, testin doğru cavabı 612. 15-ci suala gəlin bir yerdə baxaq. 15 qəşəng sualdır. Deməli, deyir ki, düzgün dördbucaqlı piramidanın, bunu biraz balacaladım. Deyir ki, düzgün dördbucaqlı piramidanın oturacağının sahəsi 100-dür. Belə bir piramida çəkirəm.
Oturacağının sahəsi 100'dür. Düzgün dörtbucaqlı olduğuna görə deməli bunun oturacağı kvadratdır. Apofem isə 13'dür. Səhv eləmirəmsə apofemi bəli 13 verir. Yəni bura yan üzün hündürlüyü 13'dür. Onda kvadratın daxilinə çəkilmiş çevrənin radiusunu 5 taparam və hündürlüyü burada əmələ gələn düzbucaqlıya görə 12 taparam. Onda piramidanın həcmi 3/1 S oturacaq. Oturacağının sahəsini zaten verib 100. Hündürlüyü isə 12 tapmış oldum. Onda 3 ilə 12 ixtisar gedir. 400 cavabını almış oluram. Demək bu testin doğru cavabı 400. Sonra 16-cı sualın loqarimanın həllinə baxın. Sadə bir loqarimadır. Deməli yazır ki 2 bölək. Mən bilirəm ki buradakı 2 üstü loqarima 2 üstü 2'də 1'dən 80'ə üstə gəl. 1 bölək olanda loqarimanın əsası ilə qüvvətinin yerini dəyişmək olar. 80'dən 5 üstə gəl. 3 bölək 2 loqarima deməli 4'dən 80'ə. 4'ü də 2 üstü 2 yazıram. Burada 80 yazıram. Əzizlərim, bu 2/1 irəliyə dedim necə keçir? 2 kimi. Onda bunu ixtisar eləsək, burada qalacaq 1 böl loqarima 2 əsasından 80. Üstə gəl loqarima 80 əsasından 5. Üstə gəl. Bu 2 irəliyə 2/1 kimi keçəndə bunu yox eləyəcək. Qalacaq 3 bölək loqarima 2'dən neçə? 80. 1 bölək olanda dedim loqarimanın əsası qüvvətin yerini dəyişir. 2 üstə gəl. Bu da loqarima 80 əsasından 5. Bu 3'ü irəli atsam bu 1 böləklə yerini dəyişir. Eləyir elə loqarima 80'dən 2. Onda bu 3'ü bunun qüvvətini atsam loqarimaların əsasları eyni olanda bunlar vurulur. 2 vuraq 5 vuraq 2'nin kubu 8. Bu deyir loqarima 80'dən 80. Cavab da nə verir? 1 vermiş olur. Bu da sadə bir loqarima idi. Sonra keçək. Əziz abituriyentlər. 17, demək 18 və 19-cu sual. Bu 3 sual demək olar düşməyib. Mən görə bilmirəm. Görürsüz PDF-i yoxdur. Məndə də PDF-dən baxıram. Qalan suallar isə artıq həllərinlə bir yerdə Dövlət İmtahan Mərkəzi açıq sual kimi həm meyarın verib, həm də həllin verib. Yəni həllin görmədiyiniz sualların artıq izahını verdim. 3 sual isə demək olar ki, burada yox idi. Sağ olun, yaxşı çalışın, imtahanda yaxşı nəticələr yığmaq ümidi ilə. Sağ olun.